Sualda soruşulur ki, ayın 19-u imtahanım var. Bu səbəbdən istəyirəm ki, oruç tutmayım. İmtahanda yorğun olmayım deyə, suallara da yaxşı cavab verib aktiv olum deyə. Ümumiyyətlə, Ramazan ayında bilərəkdən orucu tərk etmək böyük günahlardandır. Yəni, insanın üzrü olmadığı halda, xəstəlik, səfər kimi üzrü olmadığı halda oruç tutmağı tərk edərsə, böyük günah qazanır. Yəni, bu səbəb deyil ki, orucu tərk edəsən. Əksinə, bəlkə də sən Allaha itaət eləsən, daha yaxşı suallara cavab verəcəksən. Allah subhanahu teala bəlkə səni daha da işlərini asanlaşdıracaq. Sən hardan bilirsən? Ola bilər ki, oruç tutmayarsan, gedərsən, heç suala cavab verə bilməzsən. İşin çətinə düşür. Ola da bilər ki, oruç tutarsan, Allahın əmrini yerinə yetirərsən, suallara daha da yaxşı cavab verərsən, daha da aktiv olarsan. Ona görə Allah da buyurur ki, mən yettəqilləhə yecəəlləhu min əmrihi yusra. Kim Allahdan qorxarsa, Allah onun bütün çətinliklərini asanlaşdırar. Bütün işlərini asan eləyər. Allahdan qorxmaq necə olur? Allahdan qorxmaq onun əmrlərini yerinə yetirməklə, qadağanlarına çəkinmək olur. Ona görə orucu tərk etmək doğru deyil. Belə halda əksinə, düzgün şəkildə qidalan sahurda, inşallah ki, oruç tut və imtahanı da yaxşı şəkildə verərsən. Allahu ələm.